Müəllimlərin işə qəbulu imtahanı, müəllimlərin sertifikasiyası, direktorların işə qəbulu, lisey, gimnaziyaların da şagirdlərin qəbulu. Elm və Təhsil Nazirliyi sanki Dövlət İmtahan Mərkəzinin bir alternativini xatırladır. Nəzərə alsaq ki, bu gün həkimlərin sertifikasiyası, hətta taksi sürücülərinin belə lisenziyalaşdırılması bu Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilirsə, ölkənin ayrı-ayrı özəl sektor, dövlət sektoru özünün imtahan siyasətini, dövlətin yaratdığı Dövlət İmtahan Mərkəzinə əgər etibar edirsə, çox maraqlıdır ki, Elm və Təhsil Nazirliyinin bu imtahan sevdası, imtahan sevgisi hardandır ki, bu imtahanları Dövlət İmtahan Mərkəzinə etibar etmir. Burada məsələnin kökü etibardadır, yoxsa maraqdadır? Bax, bu açıq qalan sualdır. Müəllimlərin işə qəbulu 2011-ci ildən keçirilir. Artıq indiyə qədər bizim 15 müəllimlərin işə qəbulu keçirilir və bu 15 il ərzində 5 dəfə qaydalar dəyişdirilib. Məlum olur ki, bir müəllimin imtahanına ən azı 120 manatdan artıq pul xərclənir. Və müəllimlərin işə qəbul mexanizmi belədir ki, artıq 10 ilə yaxındır ki, müəllim olmaq istəyənlər yox, eyni zamanda hal-hazırda işləyən müəllimlər də bu müsabiqəyə sənəd verə bilirlər. Süni sürətdə say gətirib 60 minə çatdırılır. Və hər adama 120 manat xərclənəndə məlum olur ki, bu elə hər dəfədə 1 milyona yaxın pul xərclənir burada. Bunun hələ texniki avadanlıqları var, kompüterləri var, digər məsələlər var. Eyni zamanda da sertifikasiyadır. Artıq Elm və Təhsil Nazirliyi ki, biz bunu hamısı dövlət hesabına yox, ilk dəfə işə qəbul olunanlar ödənişsiz olsun, müəllimlər ödənişli etsinlər. Bilirsiniz, İmtahan siyasətini, imtahanın fəlsəfəsi nədir? Ən yaxşıları müəyyən etmək. Mən birmənalı şəkildə təklif edirəm ki, Elm və Təhsil Nazirliyinin özünün, struktur bölmələrinin, təhsil institutunun keçirdiyi bütün imtahanlar Dövlət İmtahan Mərkəzinə verilməlidir. Elm və Təhsil Nazirliyi Cənab Prezidentin imzası ilə təsdiq olunmuş əsasnamaya uyğun olaraq ölkənin elm və təhsil siyasəti ilə məşğul olmalıdır. İmtahanla məşğul olmalı deyil. Təbii ki, Dövlət İmtahan Mərkəzi olaraq artıq onun işidir. Yəni o publik hüquqi şəxs olaraq ödənişli edə bilər. Amma dövlətin təhsil siyasətini həyata keçirən Mərkəzi İcra Hakimiyyəti orqanının ödənişli imtahanlar həyata keçirilməsi gülüncdür. Elm və Təhsil Nazirliyi bir statistika açıqlamalıdır. Hər il 60 min sənəd müəllimlərin işə qəbuluna sənəd verən şəxsdən neçə mini ilk dəfə sənəd verəndir və neçə mini ikinci dəfə sənəd verəndir. Bunun açıqlamasını verməlidir. Yoxdur bu açıqlama. Təhsil İnstitutu artıq Elm və Təhsil Nazirliyinin imtahan mərkəzinə çevrilib. Halbuki ölkədə yeganə pedaqoji sahədə elmi tədqiqat institutu. Birmənalı şəkildə başa düşməlidirlər ki, onların vəzifəsi imtahan keçirmək deyil. İmtahanla bağlı Dövlət İmtahan Mərkəzi var. Və təhsil də biznes sahəsi deyil. Təhsil ölkənin ən strateji sahəsidir. Təhsilə pul xərcləmək lazımdır. Təhsildə pul qazanmaq yox. Vallahi Azərbaycan cəmiyyəti üçün utanc verici bir haldır. 41 milyardlıq dövlət büdcəsi olan, 5 milyard yarımlıq təhsil büdcəsi olan bir dövlətin təhsil siyasətini həyata keçirməli olan Mərkəzi İcra Hakimiyyəti orqanı baxır imtahanlardan ödənişli imtahanlar, ödənişli sınaqlar keçirsin və nəticədə orada deyək ki, pul qazansın. Adda olsun ki, büdcədən pul xərcləməyin qarşısını alır. Təhsil siyasəti tamamilə kənara qalır.